Rafiq müəllim, xoş gəlmişsiniz. Çox sağ olun, xeyir xoş olsun. gördük. Sabahınız xeyir. Artıq biz də, izləyicilərimiz də sizin yolunuzu səbirsizliklə gözləyirik və bugün telefon asıllığından danışmışıq. İzləyicilərimizin də əksəriyyətə bununla bağlı problemlərini, üzləşdikləri çətinlikləri qeyd etdilər ki, telefonsuz qala bilmirəm, uşağımı, övladımı telefondan ayıra bilmirəm. Bax, bu cür məsələlər. Ümumiyyətlə, ilk başdan istəyirəm bu nomofobiya dediyimiz telefondan asılı olmaq. Bunun simptomları nələrdir və biz necə bilərik ki, aha, biz artıq telefondan asılıyıq. Əslində bilirsiniz, bu texnomaniya dediyimiz, nomofobiya dediyimiz və yaxud telefon asılılığı dediyimiz bizim hər birimiz sadə məntiqlə qavradığımız problem deyil. Hətta zərərli vərdiş asıllığından da qat-qat təhlükəli bir problemdir. Amma sadəcə biz nəyi tuturuq? Uşaq aqressivdir, diqqətini yığa bilmir, dərs oxuya bilmir, tabi olmur və s. Biz gördüklərimizdir. Valideyni narahat edən uşaqların davranışlarıdır. Amma ən güclü, ən qorxulu problem bizim fikir vermədiyimiz və sonradan uşağın, biraz öncəki siz dediyiniz kimi ki, asılılığı təzahür nədir uşaq? Nədən bilməliyik ki, uşaq telefon asılılığı var, bu halları yaradan mənbələri valideynlər itirirlər. Baxın, mən indi o elementləri, əlamətləri saymamışdan öncə icazə versəydiniz, mən bir xronoloji təhlil verərdim. Yəni, adətən bizim valideynlərin dinlədikləri uşaqların davranışlarında tabi olmur, oxumur, bu hallardır. Və bizim hər birimizin dinlədiyimiz bunlardır. Amma görün, telefon asılılığı hardan başlayır və nə fəsadlar verir. Ümumiyyətlə, bunu deməmişdən qabaq bildirmək istəyirəm ki, 0 yaşdan 2 yaşa qədər olan uşaqların ümumiyyətlə ekran qarşısında oturmağı qadağa edilməlidir. Hətta cizgi filmlərinə belə baxılmamalıdır. Yəni 0-2 yaş uşaqlar? 0-dan 2 yaşa qədər olan uşaqlar ümumiyyətlə cizgi filmlərinə belə baxılmasına icazə verilməməlidir. İlkin uşaqlarda, deyək 1 yaşa qədər olan uşaqlarda ana bətnindən obyektiv gerçəklik kənara bələdləşmə dövrüdür, tərləmə dövrüdür, müstəqil nəfəs alma, yuxu, qida qəbulu və həzm dövrüdür. Həmin bu dövrdə uşaqların isə yarandığı dövrlərdir. Uşaqların isə heç bir bacarığı olmur. Onların heç bir bacarığı yoxdur. Yəni, tərləmişəm, istidir, acam. Anaların övladla intuisiya əlaqəsində uşağın bədən dilindən ana intuitiv olaraq anlama dövrüdür. Həmin bu dövrdə isə uşaq ağlayır və yaxud nəsə etiraz edir, ana telefonu qoyur, uşaq ona baxır. Körpə 1 yaşa qədər olan dövrdə uşaq ona baxır və bu baxır, amma sakitləşir. Özünün tələbatını icra etmə mexanizmini bədən dili ilə anasına bildirə bilmir. Ana isə övladla intuisiya əlaqələri qırılır. Bu dövrdə nə əmələ gəlir? Uşağın anaya bağlılıq elementləri qırılır. Ananı hiss etmə, duyma, eləcə də ana övladını hiss etmə əlaqələri qırılır. Ortaq əlaqələr, münasibətlər? Bioloji əlaqələr, bioloji anatomik əlaqələr. Təsəvvür edirsiniz, biri var emosional, biri var bioloji anatomik əlaqələr itir. Çünki uşağın heç bir bacarığı yoxdur. Amma valideyn telefonu açır, qoyur ki, səsini kəssin. Telefona baxsın, başı qarışsın. Birinci. İkinci növbəti 1 yaş, 2 yaş dövründə mən bunları mütləq deməliyəm ki, qoy valideynlərimiz üçün daha dəyərli bir informasiya olsun. Baxın, 1 yaş, 2 yaş dövr ərəfəsində isə uşaqlarda danışma, yerimə və yemə dövrüdür. Bu yaşa qədər uşaqlarda qida qəbulu dövrüdür, əmizdirmə. Qida qəbulu və qida maddələr mübadiləsi dövrüdür. 1 yaş, 2 yaş arasında isə bu saydığım 3 element bunların dövrüdür. Və həmin o dövrdə isə uşaqlarda ana tək mənim deyil, həm də anamın özünün müstəqil həyatı var. Anlamı əmələ gəlir, qorxuların yarandığı dövrdür. Anamı itirərəm, anam məni atar, bu qorxu dövrü əmələ gəlir. İndi baxın, həmin bu qorxu dövründə isə uşaq qorxur və emosional, fiziki sevgi əmələ gəlməlidir. Valideyn, övlad arasında emosional, fiziki sevgi, mimik əzələlərlə, sığallamalarla uşağın könlünü almaq üçün qucaqlama dövrüdür. Və həmin o dövrdə valideynlər telefonu həqiqətən də özləri açır, qoyur ki, uşaq ağlamasın, qışqırmasın, eləməsin. Bu, övlad, uşaq, həmin o telefon baxanda hələlik asıllıq yoxdur. Uşaqlarda valideynə, özünə, ətrafdakılara fiziki və emosional sevgi hissi itir. Dəyərsizlik. İtirərəm, vecimə deyil, mən istəmirəm, istəyirlər mənə baxsınlar, istəyirlər baxmasınlar. Bir psixologiya əmələ gəlir. Etinasızlıq, kimə nə olur olsun, mənə rahat olsun. Bu dövr əmələ gəlir. Və ən qorxulu dövr isə 3-cü dövrdədir. 2-4 yaş. Bu, ilkin hormonal
quruluşun əmələ gəldiyi dövrdür. İki beyin yarımkürəciyi arasında hipofiz vəzini dərk etmənin əmələ gəldiyi dövrdür. İstəmirəm, eləmirəm, mənim olsun, bu psixologiya, mənlik şuur əmələ gəlir. Həmin dövrdə uşaqlarda valideyn telefonu ona verir ki, yaxşı, ala səsini kəs, ala oxu, ala oyuncaqlarını digər uşaqlarla böl. Bu dövrdə telefonu valideyn artıq uşaqlarda tutma var, özləri telefonu idarə eləyir. Həmin o dövrdə uşaqlara valideyn telefonu verəndə isə uşaqlarda nə əmələ gəlir? Kömək etməmə psixologiyası, heç kəsə kömək etməmək, heç kəsə mərhəməti gəlməmək və bu, həmin dövrdə isə, məhz həmin yaş dövrünə isə cəza mexanizmi olmaz. Uşağa cəza vermək olmaz, amma bəzən valideynlər tərsini edir. Sən bunu eləməsən, sənə telefon verməyəcəm. Sən dərsini oxumasan, telefon verməyəcəm. Bu, cəza mexanizmindən çox işgəncə mexanizminə keçir. Həmin dövr uşaqlarda isə saydığımız kimi birinci mərhələdə valideynə bağlılıq əlaqələri itir, valideynə doğmalığı itir, valideyni hiss etmək itir. İkinci dövrdə uşaqlarda, həmin o dövr uşaqlarda isə qorxu hissi itir. Mənim vecimə deyil, nə olar olsun. İtirmək qorxusu, abrını itirmək, əxlaqını itirmək, mənəvi dəyərləri itirmək. Çünki fizioloji və emosional sevgi hissi itir. Üçüncüdə isə dərk etmək itir. Anlama, qavrama, dərk etmə, tənqidi münasibət və ən pisi isə narsist psixologiya əmələ gəlir. Heç kəsə kömək eləməmə. Bax, bu saydığım 3 elementlər, saydıq. Həmin bu saydığım 3 mərhələnin hansı bir elementini valideyn uşağında əgər görürsə, bu artıq telefon asılılığı xəstəliyidir. Yəni nə? Mərhəmət etmir, kömək etmir, vecinə deyil, atam orada ağrıdı, anam əsəbləşdi, mən bunu eləsəm anam utanar, atam utanar, vecinə deyil və yalan danışmaqdan utanmamaq. Belə bir hallar əmələ gəlirsə, uşağında hiss edirsə və ən elementar bir, hər bir valideynin gördüyü isə dırnaq yemə. 2-4 yaş arasında, əgər uşaqlarda buna alixofobiya adlandırırlar, fobiya yox, fobiya. Bu saydığım elementlərlə bərabər dırnaq yemədə varsa, artıq bu uşaqda telefon asılılığı xəstəliyi əlamətidir. Yəni, bu artıq xəstəlik kimi qeyd edilir. Telefon asıllığıdır. Bax, bu valideyn bunlardan narahat olmalıdır və mütləq qaydada, baxın, biz hesab edirik ki, bu davranışdır. Biz onu öyüd nəsihətlə, tənbihlə aradan qaldıra bilərik. Bu artıq davranış etalonu deyil. Nevroloji, nevrozun əmələ gələ biləcəyi artıq astanadayıq və valideynlər mütləq nevroloqa və psixoloqa mütləq müraciət etməlidirlər. Çünki həmin dövr uşaqlarda tabi olmamaq, rəhm etməmək, aqressiv davranışlara meyl, zərərli deşici alətlərə meyl və tamamilə laqeyd bir psixologiya və ən pisi isə heç nəyə maraq göstərməmə. Belə bir hallar əmələ gəlir. Bax, telefon asılılığı bunu verir. Rafiq müəllim, bəs yeniyetmələrlə işləmək hər zaman valideynlər üçün də, ümumiyyətlə müəllimlər üçün də daha çətindir. Çünki onların o, siz dediyiniz artıq bir mənəmlik hər şeyə, yəni o daha inatkar dövrü, qarşı çıxmaq dövrlərdir. Yeniyetmələrdə isə bu dövr daha, bugünümüzdə daha çox yeniyetmələr telefonla məşğul olur. Valideynlərin isə tək şikayəti budur ki, övladımın əlindən telefonu ala bilmirəm. Nə etməlidir yeniyetmələrlə işləyərkən? Yeniyetməli yaş dövründə isə biraz öncə saydıqlarımın tamamilə əksi olan negativ travmalarla möhkəmlənən nevroz əmələ gəlir. Yeniyetmələrdə telefon asılılığı artıq nevroz əmələ gətirir. Ona görə də bəzən həmin valideynlərdə şəxsiyyətin strukturunun formalaşdığı dövr olduğuna görə onlar valideynlərə tabi olmur. Valideynlərin iradlarına məhəl qoymurlar. Nevrotik davranışlar göstərir və hətta valideynə hədələyirlər. Əgər bunu eləsəniz, mən evə gəlməyəcəm, oxumayacam, eləməyəcəm. Yeniyetmələrlə telefon asılılığının aradan qaldırılması üçün mütləq qaydada birinci onlarda nəyəsə maraq yaratmaq lazımdır. Hansısa bir yaradıcı bir tərəfə, idman növlərinə, nəyəsə maraq yaradılmalıdır və həmin o uşaqların, o yaratdıqları, uşaqda olan o marağa bir stimul verilməlidir. Rəğbətləndirmə əlamətləri seçməlidirlər ki, uşaqda hansı idman növünə, yaradıcı növünə maraq varsa, o maraqda bir nailiyyətlər əldə etdiyi dəyərləndirilsin. Şəxsiyyətinə hörmət edilsin. Amma boş-boşuna yox. Baxın, yanlış yerə uşaq nə deyir onu eləyən yox. Marağı çərçivəsində uğur və nailiyyətləri qiymətləndirilərək sən bunu eləyə bildin, sən burada uğur qazandın və yaxud sən bunu hamıdan yaxşı etdin. Bu anlamda uşaqlarda maraqları çərçivəsində hüsn rəğbət dəyərləndirmə gücləndirilməlidir və ən vacib həmin dövrdə uşaqların şəxsiyyətinə
bacarıqlarına görə hörmət edilməlidir. Yeniyetmə onu dərk etməlidir ki, valideynim mənə zərərli vərdişdən yayınmaq üçün sevmir, məni aldatmır və mənim uğuruma görə dəyərləndirir. Deməli, yeniyetmələrdə şəxsiyyətin strukturun əmələ gəldiyi ən qorxulu dövrdür. Çünki onlarda hormonal dövrün inkişaf etdiyi dövrdür, pubertant yaş dövrüdür. Çünki onlar etiraz etməyi spontan eləyə bilirlər. Və yaxud nəyisə ki, yanlış başa düşürlər. Amma halbuki o yanlış deyil. Övladlar onu yanlış başa düşür və o cürdə qəbul edir. Ona görə də uşaq dərk etməlidir, mütləq qayda dərk etməlidir ki, məni telefondan yayındırmaq üçün etmirlər, amma mənim uğur və bacarığıma görə məni dəyərləndirirlər. Onda onlar telefon asıllığını idarə edə bilirlər. Əks təqdirdə mümkün deyil. Bax, elə Şöylə xanım da Kürdəmirdən eynən bu uşaqlarla bağlı deyir, xüsusən də oğlan uşağım səhərə qədər deyir, oyun oynayır, canlı açıb dostları ilə danışır, öz yuxusu da yoxdur, bizim yuxumuzu da pozub, deyir, yəni çox böyük bir problemdir uşaqlarla. Və oğlan uşaqları da tamam indi biraz daha fərqli olurlar. Bax, onlara ümumiyyətlə təsir etmədə biz deyirik ki, yəni siz sadaladığınız nüanslar var, amma əfsuslar olsun ki, burada cəmiyyət var. O deyir, uşaq dövrün uşağı, zəmanənin uşağıdır və biz bəzən bu hallarda belə o uşaqları oradan yayındıra bilmirik. Ümumiyyətlə, o risk faktorlarını uşaqlara açıqlamaq olarmı, doğrudurmu? Bəli, baxın, telefon asılılığı bütün uşaqlara aid deyil. Biz bunu bütün uşaqlara təsir edir deyə bilmərik. Eyni ailədə olan 3 övladın biri asıllıq əmələ gəlir, biri isə telefondan istifadəni idarə edə bilir. Ən azından valideynin bilər, görər deyə təxirə sala bilir. O uşaqda telefon asılılığı idarə olunmaz dərəcədədirsə, onun yuxusuna, qidasına təsir edirsə, mütləq sinir sisteminin pozulma halları var. Yəni, bu bəzən davranışla aradan qaldırılması mümkün deyil ki, biz mütləq qaydada sinir, əgər yuxu və qidada problem varsa, gecə saat 3-ə 4-ə qədər sosial, indi adını nə qoysaq da, sosial şəbəkədə, digər bir yazışmalarda vaxtını keçirdir, yuxu və qidasında pozulmalar varsa, mütləq nevroloqa müraciət olunmalıdır. Çünki həmin o uşaqlarda sinir sisteminin, mediabaza strukturların pozulması zəminində uşaqlarda asıllıq, o asılı olduğu bir şeydən isə zövq alır. O ondan zövq alır. Amma valideyn narahat olur ki, yuxusu pozuldu, sabah dərsə gedəcəksən, valideyn narahat olur. Övlad isə negativ hərəkətdən zövq alır. Əgər onu əlindən alsaq, biz interneti əlbəttə ki, valideyn ala bilər. Uşağın zövq mexanizmi pozulacaq. O zövq mexanizmi pozulanda isə onu özünü küçədə reallaşdıracaq. Digər bir hallarda imtina ilə, etirazla, tabi olmamaqla mütləq reallaşdıracaq və tabi olmayacaq. Yəni, ailədən uzaqlaşacaq. Mütləq qaydada o zövqü tapa biləcəyi yerə gedib çıxacaq. Küçəyə. Ona görə də uşaqlar mütləq nevroloq yoxlanılmalıdır. Bioloji komponentlər, yuxu və qida təmin olunmalıdır ki, sonra o uşaq bayaq saydığım kimi uşağı yönləndirmə asandı olsun. Əlindəki o asılı olduğu zövq mexanizmini əlindən alıb uşağı tam köməksiz bir vəziyyətə salmaq olmaz. Yəni, o mütləq bu mexanizm işlənməlidir. Yəni, bu sadə bir telefon asılılığı, sadə bir davranış pozuntusu deyil. Tabesizlik deyil. Bugün artıq planetdə, bəşəriyyət tarixində, dünyada telefon asılılığı texnomaniya kimi adlandırdığımız bu artıq xəstəlik kimi qiymətləndirilir. Uşaqların psixi sinir sisteminin pozulması ilə əmələ gələn zövq mexanizmi. Uşaq ondan zövq alır, alüdü olur, qırıla bilmir, o dünyanı real aləmdən eyniləşdirə bilmir. Bu xəstəlikdir. Təşəkkür edirik Rafiq müəllim və valideynlərimizə də bir daha qeyd edim ki, bax, Rafiq müəllimin dəyərli məsləhətlərini və fikirlərini hər biriniz eşitdiniz və diqqətə almaqda mütləq şəkildə fayda var. Bu məsələyə daha ciddi yanaşmalısınız.